Azərbaycanda qeyri-adi kənd 3-4 gün toy olur. 1000 ildən artıq yaşı olan bu kənddə maraqlı adət-ənənələr olub. Toylar 3-4 gün çəkib. Hamı bir-biri ilə mehriban, yaxın olub. İndi də bu birlik qorunub saxlanılır. Mənası yaxşı yer deməkdir. Yerin Qulağı kanalı əhalisi 1500 nəfərdən artıq olan bu kəndlə bağlı maraqlı məlumatları təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Salam dostlar. Bu gün sizi Azərbaycanın qədim və bir o qədər də maraqlı bir kəndinə, Vayxıra aparıram. Bu kənd sadəcə bir yaşayış məntəqəsi deyil, əsrlərlə formalaşmış adət-ənənələrin, birlik və mehribanlığın qorunduğu bir mədəniyyət abidəsidir. Vayxır kəndi Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşir. Sakit, gözəl təbiəti olan bu kənd Naxçıvan çayının sahilində, alçaq təpəlikdə qurulub. Əhali əsasən maldarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Bu kəndin adı belə mənalıdır, yaxşı yer deməkdir. Və doğrudan da bu kənd həm mənzərəsi, həm də insanları ilə çox yaxşı bir yerdir. Bilirik ki, Naxçıvan qədim tarixə sahib bölgələrimizdəndir. Amma Vayxır bu bölgədə ən qədim kəndlərdən biridir. 1000 ildən artıq yaşı olduğu deyilir. Qədim mənbələrdə adı çəkilir. Ağızdan ağıza ötürülən rəvayətlərdə Vayxırın qədimliyi hər zaman vurğulanır. Bu kənddə müqəddəs şəxslərin məzarları var. Onlar həm kənd cəmaatı, həm də ziyarətçilər tərəfindən hörmətlə yad edilir. Bura həm də inanc və mənəviyyat yeri kimi qəbul olunur. Vayxırın təbiət də onun qədər möcüzəlidir. Burada yerin altından çıxan mineral bulaqlar var ki, onların müalicəvi təsiri olduğuna inanılır. Həm yerli sakinlər, həm də gələn qonaqlar bu sulardan istifadə edir, sağlamlıqlarına fayda axtarırlar. İndi isə gəlin keçək Vayxırın ən maraqlı və özünə məxsus xüsusiyyətinə, toylarına. Əvvəllər bu kənddə toylar 3-4 gün davam edilmiş. Sadəcə bir ailənin yox, bütün kəndin sevinci sayılırmış toy. Süfrələr açılar, qapılar qonaqlara açılar, saz söz eşidilərmiş günlərlə. Bu uzun toylar həm də kənd cəmaatını bir-birinə daha da yaxınlaşdırırmış. Hər kəs bir-birini tanıyır, bir-birinə yardım edir, bir ailə kimi yaşayırmışlar. Vayxır kəndinin ən böyük sərvəti isə onun insanlarıdır. Mehriban, qonaqpərvər, çalışqan və köhnə adətləri unutmayan bir toplum. İndinin özündə belə burada birlik, həmrəylik, qohumluq münasibətləri çox güclüdür. Bu kənddə hələ də birin dərdi hamının dərdidir düşüncəsi var. Vayxır sadəcə bir kənd adı deyil, o keçmişlə gələcək arasında bir körpüdür. Tarixin, adətlərin, insanlığın yaşadığı yerdir və bu gün də Naxçıvanın ürəyində sakit, amma çox dəyərli bir həyat tərzi davam edir. Əgər yolunuz bir gün Naxçıvana düşsə, mütləq bu kəndə baş çəkin. Orada həm də təbiət gözəlliyini görəcəksiniz, həm də insanlığın hələ də necə saf qaldığını hiss edəcəksiniz. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.